İsa nə üçün yeryüzünə, insanların arasına gəldi? Aya İsa'nın gəlməyindən məqsədi bu idi ki, başqa bir din qursun? Aya gəlmişdi ki, insanlara dini təlimlər versin, əxlaqi təlimlər versin? O, bu dünyada istəyirdi nə etsin? Ata Tanrıdan nə vəzifə boynuna almışdı? Gəlin görək Mərqos yazdığı İncildə bu sualın qabağında bizə nə cavab verir? Bu cavabı elə İncilin ilk səhifələrində görürük. Mərqos belə yazır. 1-ci fəsil 35-ci ayədən 38-ci ayəyə qədər. İncilin özündən sizə qoyun oxuyun. Səhər gün çıxmamış İsa qalxdı və evdən çıxıb sakit bir yerə getdi və orada dua edirdi. Şəmun və onunla olanlar onu axtarmağa çıxdılar və onu tapıb dedilər, hamı səni axtarır. İsa onlara dedi, gəlin ayrı yerlərə, bu yaxın qəsəbələrə də gedək ki, onlarda da vəz edim, çünki mən bunun üçün gəlmişəm. İsa onlara dedi, gəlin başqa yerlərə, bu yaxın qəsəbələrə də gedək ki, onlarda da vəz edim, çünki mən bunun üçün gəlmişəm. Salih adamlar yox, naxoş adamlar təbibə möhtacdırlar. Mən salih adamları yox, günahkar adamları dəvət etməyə gəlmişəm. İsa'nın yer üzündə olması, əzizlərim, təsadüfi deyildi. O, Tanrı tərəfindən mühüm bir iş üçün göndərilmişdi. İsa insan bir anadan doğuldu. O da bizim kimi bu dünyaya göz açdı. İsa həmişə insanlara gəldiyindən danışırdı. Bilirsiniz, gəlmək nə deməkdir? Bir adam o zaman ki, gəldim deyir, məqsədi budur ki, qabaq başqa bir yerdəydim, əvvəl oradaydım, indi buradayım. Bir an düşünün. İnsanlar arasında ancaq bu İsa'dır ki, dünyaya gəlmədən qabaq da yaşayırdı. O, Ata Tanrının əbədi oğludur. O, Tanrının əbədi sözüdür. İsa başlanışda Tanrı ilə idi. Hər şey onun vasitəsilə yarandı. Sonra tarixin müşəxxəs bir vaxtında o bizim zaman və məkanımıza daxil oldu. O gəldi ki, bizim bəşəriyyətimizə şərik olsun, aramızda yaşasın. İsa Ata Tanrının huzurunun şövkətini buraxdı. Kainata olan o səltənət təxtini buraxdı və yer üzünə gəldi. Amma nə üçün? Ata Tanrı İsa'nı nə üçün göndərdi? İsa burada deyir ki, dəvət etməyə gəlib. O gün səhər erkən İsa dua üçün Şəmungilin evindən çıxıb sakit bir yerə getmişdi. Dünən Şəmunun qaynanasının qızdırmasına şəfa vermişdi və gün batan vaxt xalq bütün naxoşlarını, dəlilərini, bütün mərəzə düçar olanları onun yanına gətirmişdilər. Evin ətrafını böyük bir izdiham tutmuşdu və İsa onların hamısına şəfa vermişdi. Yəqin dünən İsa üçün yorucu bir gün imiş. Amma yenə də səhər erkən yuxudan qalxıb
dua etmək üçün sakit bir yerə gedir. Şəmun və başqa şagirdlər yuxudan qalxdıqda İsa'nı evdə görmədilər. Onun üçün də onu axtarmağa çıxdılar. Nəhayət onu tapdılar və ona belə dedilər: hamı səni axtarır. Başqa bir sözdə ona deyirdilər: ustad, hələ çox adam var ki, sənin şəfana möhtacdır, sənin köməyinə möhtacdır. Şagirdlərin bu sözü dərvaqə bir sual idi. Ustad, burada nə edirsən? Sənin adın hər yerdə məşhur olub, hamı səni istəyir. Gör, nə böyük bir fürsətdir, nə üçün bu zamanda cəmaatı tərk edibsən, nə üçün bu sakit yerə gəlibsən, belə bir fürsəti nə üçün korlayırsan? Bilirəm ki, onların hamısı İsa'nın verdiyi cavabdan mat qalmışdılar. İsa onlara deyir: gəlin başqa yerlərə. Bu yaxın qəsəbələrə də gedək ki, onlarda da vəz edim, çünki mən bunun üçün gəlmişəm. Bəzi adamlar üçün İsa'nın etdiyi möcüzələr hər şeydən mühüm idi. Bu idi ki, dünyanın gözünü ona tərəf çəkirdi. Adamlar İsa'nın etdiyi o möcüzələrdən zövq edirdilər. Şagirdlər İsa'dan təvəqqə edirdilər ki, beləcə işlərinə davam verib bütün dünyanı özündən heyrətə salsın. Amma necə ki görünür, İsa'nın yolu bu deyildi. Şəfalara, möcüzələrə axır yox idi ki. Bəli, doğrudur ki, bu möcüzələr onun ilahi qüdrətini göstərirdi. Onun sevgi dolu ürəyini göstərirdi. Amma bunlar daha çox Tanrının padişahlığının əlamətləri idilər. Bunlar onun üçün idilər ki, İsa'nın dediyi sözləri, verdiyi təlimləri təsdiq etsinlər. Bəzi vaxtlar bizlər də bu səhv düşüncəyə düşürük. Fikr edirik, möcüzə insanları Tanrının dərgahına çəkə bilər. Amma belə deyil. İsa belə düşünmürdü. Həqiqət budur ki, çox adamlar İsa'nın möcüzələrini gördülər və yenə də ona inanmadılar. İsa onların körlarını sağaltdı. Karlar eşitdilər. İfliclər yeridilər. Hətta onların ölülərini belə diriltdi. Lakin nə deyim ki, onlardan çoxlarının ürəyi Tanrının tərəfinə dönmədi ki, dönmədi. Bugün də belədir. Mən şəxsən çox adam tanıyıram ki, İsa'dan böyük möcüzələr gördükləri halda yenə ona iman gətirmirlər. İsa üçün insanlara gətirdiyi pəyam möcüzələrdən daha mühüm idi. Möcüzələr ancaq onun üçün idilər ki, onun gətirdiyi pəyamın doğru olduğunu təsdiq etsinlər. Əgər insanlar Tanrının dediyinə qulaq asmasaydılar, əgər insanlar Tanrının padişahlığının xoş xəbərinə inanmasaydılar, möcüzələrin onlar üçün heç bir mənası olmayacaq idi. Onun üçün də İsa onlara deyir, gəlin bu yaxın qəsəbələrə də gedək. İsa Pərverdigardan insanlar üçün müjdə gətirmişdi. O istəyirdi, insanların hamısı Tanrının sevgisinin xoş xəbərini eşitsinlər və bilsinlər ki, Tanrı onların nicatı üçün nə edib.
İsa istəmirdi daim bir yerdə qalsın. Onun yaymalı mühüm bir peyamı var idi. Həqiqi iman ancaq o zaman insanların ürəyində yaranardı ki, Tanrının feyzində, Tanrının sevgisindən xəbərdar olurdular. Aya İsa'nın ibadətgahda dediyi mətləbi xatırlayırsınız? İsa burada Eş'əya Peyğəmbərin kitabından oxuyur və bu ayələr ilə aydınca göstərir ki, bu dünyaya nə üçün gəlib? Pərverdigar Rəbbin ruhu üstündədir. Çünki məni məsh edib ki, zəlil olmuşlara xoş xəbəri gətirim. O məni göndərib ki, qəlbləri sınıq olanların yaralarını sarıyım. Əsirlərə qurtuluş, məhbuslara azadlıq elan edim. Rəbbin lütf ilini, Tanrımızın qisas gününü nida edin. Aya diqqət etdiniz? Tanrının xoş xəbərini yetirmək, onun peyamını vəz etmək, İsa'nın xidmətinin mərkəzidir. Bu peyam qadir idi insanların həyatını alt-üst etsin. Tanrının padişahlığını qursun. Tanrı insanları özünə çağırırdı. Bəli, İsa insanlara möcüzədən daha çox Tanrının xoş xəbərini gətirmişdi. Sən gözəlsən, ecazkarsan, sən öldürəbsən və yer üzünü xalqları bunu dərk etsinlər. Sən gözəlsən, ecazkarsan, sən öldürəbsən və yer üzünü xalqları bunu dərk etsinlər. Qoy xalqlar səni məd etsin, bütün dünya sənə izzət versin. Sənə Rəbbi, sənə Tanrı, sənə. Qoy xalqlar səni məd etsin, bütün dünya sənə izzət versin. Sənə Rəbbi, sənə Tanrı, sənə. Hayatımda möcüzeler bana gösterdin. Sənə Tanrı oxuyuram, ancaq sənə. Hayatımda möcüzeler bana gösterdin. Sənə Tanrı oxuyuram, ancaq sənə. Qoy xalqlar səni məd etsin, bütün dünya sənə izzət versin. Sənə Rəbbi, sənə Tanrı,
sənə. Qoy xalqlar səni məd etsin, bütün dünya sənə izzət versin. Sənə Rəbbim, sənə Tanrım, sənə. Sənə Rəbbim, sənə Tanrım, sənə. İsa'nın gəlməsinin səbəbi halda başqa bir mətləb də var. Bir gün İsa bacıqan Lavi adlı bir adamın evinə qonaq gedir. Yəhudilər bacıqanlardan nifrət edirlər və onlara xain gözü ilə baxırdılar. Bacıqanlar gərçi özləri də Yəhudidirlər, lakin Rum dövləti ilə birləşib onlar üçün Yəhudilərdən bac yığırdılar, maliyyət adında. İsa istəyirdi Lavini də özünə şagird etsin. Bir an təsəvvür edin. Bu adam İsa üçün qonaqlıq vermişdi və bacıqan dostlarından çoxlarını da oraya dəvət etmişdi. Onlardan əlavə onun evində başqa adamlar da var idilər ki, hər halda ictima arasında yaxşı bir adları yox imiş. Bir sözlə, bu qonaqlıq ictimadan qovulmuş, hamının onlardan acıqları gəlmiş adamların yığınaq yeri olmuşdu. Və İsa da onlarla idi. Onlarla yeyirdi, onlarla gülürdü, onlarla danışırdı. Yahud mollalarının əlinə fürsət düşmüşdü. Yahud mollaları başlayırlar irad tutmağa və onun şagirdlərinə görürük deyirlər, nə üçün bacıqanlar və günahkarlarla oturub yeyir, nə üçün bu mənfurlarla müaşirət edir. İsa onların bu etirazını eşitdikdə buyurur, sağ adamlar yox, naxoş adamlar təbibə möhtacdırlar. Mən salihləri yox, günahkarları dəvət etməyə gəlmişəm. İsa Yahud mollalarına cinə bir fürsət verir ki, bəlkə həqiqətə düzgün pəncərədən baxsınlar. Ata pərverdigar İsa'nı göndərmişdi ki, insanlara şəfa versin. İndi sizə görə belə bir təbib vaxtını kimlərlə keçirməlidir? Yahudilərin iradları məsxərə bir şeydir. Məgər onlar adam bir təbibdən irad tutsun ki, sən nə üçün vaxtını naxoşlarla keçirdirsən? İsa burada özünü bir təbib tanıdır və işini də şəfa vermək görsədir. O gəlib ki, insana Tanrının əffini gətirsin. O gəlib ki, insanı təmizləsin, yıxılmışları qaldırsın, günaha batmış həyatları azad etsin. İsa'nın bu sözündən məqsəd o deyildi ki, Yahud mollaları güya salih adamlardılar. Xeyr. Hamıdan lap pis adamlar elə bunlar idilər. Çünki günahkarların lap böyükü olaraq bunu bilmirdilər. Bəli, İsa bunun üçün gəldi. Tanrının xoş xəbərini bizə yetirmək üçün. Bizi ki, əsarətlərimizdə naxoş qalmışdıq. Gəldi ki, bizə şəfa versin. Həm sənə, həm mənə. Yetər ki, onun yanına